bəlkə qəzaya düşən ölüb, bəlkə sən onu həmin an tez xəstəxanaya çatdırsaydın, o sağ qalacaqdı. Bu bir. İkinci məsələ, qarşı tərəfin uşağını gecə saat 3-də uşağını həkim aparırdı. Hadisə gecə olub, 1-də. Siz nə danışırsınız? Uşağını həkim aparırdı nədir? Bileti ləğv elətdirərdi. Boş şeylər danışdıqlarımızın hamısı. Diqqətlə qulaq asın. İkinci məsələ, qarşı tərəf məhkəmənin qərarından sonra apellyasiya şikayəti verəcəyini, məhkəmənin verdiyi 5 il 2 aylıq qərarla razı olmadığını bildirib. Onların fikrinə görə diqqətlə qulaq asın. Baxın nəyə görə. Baxın nəyə görə. Baxın nəyə görə. Diqqətlə qulaq asın. Diqqətlə qulaq asın. Qardaş, mən jurnalistəm, mən bunu deyirəm. Diqqətlə qulaq asın. Nə Allahsız adamsınız, əstağfurullah. Diqqətlə qulaq asın. Qarşı tərəf deyir ki, biz məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyik. Ona görə ki, məhkəmənin verdiyi 5 il 2 aylıq cəza ilə razı deyilik. Soruşublar ki, niyə razı deyilsiniz? Dünyasını dəyişən Amal Məlikovun bacısı, sağ olun əzizim, sağ olun, söyüş yazıları. İlduzənin ətrafı, Arzunun ətrafı beləsilər imiş, ona görə düşdü içəri. Bunlar yazıq elədi, Arzumu attırdı içəri, indi də özləri canlı yayımda bunu söyürlər. Qulaq asın. Ona görə ki, demək, Amal Məlikovun bacısı bildirib ki, bizim ailəmizdə yaş olan zaman qarşı tərəf Arzum 9000 Nigar kimdir? Nigar kimdir? Nigar kimdir? Nigar barışığa gedir kimdir? Nigar hansıdır? Dodağı palaza oxşayan qadın. Nigar kimdir? Kimdən danışırsınız? Amal Məlikovun bacısı mətbuata açıqlama verib ki, Altın Universitet oxuyan, Cambridge, Oxford'u bitirən Amal Məlikovun bacısı mətbuata açıqlama verib ki, bizim ailəmizdə yaş olduğu zaman qarşı tərəf bizim ailəmizi durmadan təhqir eləyib, bizim ölümümüzü alçaldıb və biz buna görə heç vaxt barışıq etməyəcəyik, hətta apellyasiya şikayəti verəcəyik ki, adamın cəzası artırılsın. Adamın cəzası artırılsın. Təəssüflər olsun ki, adamların əlində bununla bağlı onlarla fakt var, mənə də atdılar. Amal Məlikov dünyasını dəyişəndən sonra Arzum xanım dəfələrlə canlı yayım açıb və canlı yayımda hətta qəzadan danışır. Qəzadan danışaraq ağzını marçıldada mahnı qoyub oynayır. Qarşı tərəfin evində yas olduğu bir dönəmdə belə eləmək məncə düzgün deyildi. Bir müddət 40 gün nə olsun ki, yazan xanıma səslənirəm. Xanım, sizin evinizdə yas olanda siz göbəyinizi açıb ölünün böyründə oynayırsınız. Normaldır bu sizdə, normal qəbul olunur. Evinizdə yas var. Bir otağınıza sizin meyit qoyublar. Sabah səhər dəfn eləyəcəklər. Göbəyinizi açıb böyründə TikTok açıb oynayırsınız. Sizdə bu normaldır, normal qəbul olunur. Cəmaatın evində yası var. Sizin qardaşınızın, siz düşünürsünüz ki, ölümünə səbəb olan şəxs budur. Həmin şəxs də
canlı yayım açıb, ağzında saqqız, göbəyi açıq, mahnı qurub oynayır. Sizə təsir eləməz? Deyin görün mənə. Təsir eləməz? Oynamağında sərbəst ha. Amma yenə deyirəm, baxın. Baxın, baxın. Siz bilirsiniz ki, sizin olduğunuz qəzada insan dünyasını dəyişib. Ay qardaş, Allaha and olsun, siz nə danışırsınız? Siz, bəzi insanlar burada insan deyilmiş. Sizin beyniniz yuyulub, sizin başınızın içi marazilkanın içine girib, beyniniz donub oradan geri çıxarmışsınız başınızı. Bir dəfə mənim başıma bir hadisə gəldi, qoyun sizə danışım. Qoyun sizə danışım, diqqətlə qulaq asın. Diqqətlə qulaq asın ha. Qoyun danışım. Sizin başınız donub, siz başınız işləmir sizin. Cəmaatın evində meyidi var, 29 yaşında oğlu ölüb cəmaatın. Siz nə danışırsınız? Diqqətlə qulaq asın. Bir dəfə bir marketdəydim. Marketdən çıxanda, bax Allaha and olsun, marketdən çıxanda elə oldu ki, belə ayağımı belə bayra qoydum, gördüm pişik səsi gəldi. Pişik səs gəldi, pişik miyoldadı. Ayağımın altında pişiyin ayağı qaldı. Ay Allah! Tez pişik miyol qırağa qaçdı, tez qaçdım arxasında. İstədim şey gördüm, yox, gəlmədi mənə yaxın. Qaçır indi məndən. Pişik məndən qaçır. Getdi, orada durdu. İçəri getdim, tez bir dənə yemək aldım. Getdim onun qabağına yemək qoydum. Qabda su qoydum. O pişiyin ayağını mən basmışdım deyə. Mən həmin gün Allaha and olsun özümə gələ bilmədim. Hara gedirdim, o pişiyin səsi beynimdəydi. O pişiyin miyoltusu, ağrısı beynimdəydi. Pişik, balaca pişikdir. Siz elə danışırsınız, cəmaatın qardaşı ölüb, cəmaatın övladı ölüb. Siz nə danışırsınız? Sürət yazanlar var. Bunlar danışırlar hamısı bir yerdə. Doktor, elə yaxşı elədim belə olur. Bu sürət yazanlar var. Onların başı işləmir. Bəli, hadisə sürət nəticəsində olub. Bəli, Amal Məlikov həmin hadisədə əgər o qədər sürətlə gəlməsəydi, o böyük ehtimalla dünyasını dəyişməyəcəkdi. Bəli, İlduzə xanımın maşını dönəndə, İlduzə xanımın maşını onun maşınına dəyib. Nə qədər siz desəz də ki, dəyməyib, olmayıb, belə idi, elə idi, yalan söhbətdir. Maşını dəyib orada ona. Sola dönən adam mütləq şəkildə, doktor az şeyləri, narahat olmur. Nə qədər şey danışıram? Deyirəm ki, sol dönmə işığını yandırmaq sizə üstünlük vermir. Başa düşdünüz? Vermir.